olacaq. Bizim təbii ki yayımıza işğaldan azad olunmuş torpaqlarımızda yaradılmış ilk ali təhsil müəssisəsinin Qarabağ Universitetinin rektoru Şahin Bayramov da qoşulur. Günümüz mübarək olsun, hər vaxtınız xeyir. İkinci tədris ilinə başlamışsınız. Necə gedir, nə yeniliklər var Şahin müəllim? Sabahınız xeyir olsun. Mən də sizi və qonaqları salamlayıram. İzləyicilər və Qarabağdan salamlayıram. Bayramınız mübarək olsun. Bəli, bugün hamımız şərəfli həyat yaşayırıq. Azərbaycanın vətəndaşı olaraq Qarabağdan Real TV'ye qoşulmaq çox qürur vericidir. Möhtərəm prezidentimizin imzaladığı sərəncamla bilirsiniz ki, Qarabağ Universiteti Xankəndi şəhərində yaradılıb və düşünürük ki, bu məhz Azərbaycan dövlətinin gücünün təzahürlərindən biridir. Əgər bugün Qarabağımızda 2150 tələbə, özü də hamısı birinci və ikinci kurslar olmaqla 17 və 18 yaşında gənclər təhsil alırsa, bu Azərbaycan prezidentinin siyasi iradəsinin gücünün göstəricisidir. Əgər bugün doğma Qarabağımızda olan bu universitet Qarabağa böyük qayıdış prosesində fəal üzvlərdən biri kimi çıxış edə bilirsə, bu Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Bəli, qeyd etdiyiniz kimi ötən il universitetimizə ilk tələbə qəbulu aparılmışdı. Artıq bu il biz ikinci tədris ilinə start vermişik. Özü də Qarabağımızda gedən bütün proseslərdə bilirsiniz ki, həm miqyas genişdir, həm çox sürətli gedir proseslər. Eyni məsələ həm də Qarabağ Universitetinə aiddir. Bu ilki tədris ilində Qarabağ Universitetində 34 ixtisas üzrə nadir hazırlığı həyata keçirilir. Tam səmimiyyətlə demək lazımdır ki, bunun tərəfdaşlarımız, xarici ölkələrdən olan universitet rəhbərləri bu faktı eşidəndə, yəni ikinci tədris ilinə başlayan bir universitetin, özü də post-konflikt ərazidə fəaliyyət başlayan bir universitetin 34 ixtisas üzrə 2000-dən artıq tələbəyə təhsil verməsinə inana bilmirlər. Azərbaycan dövləti ortaya qoyduğu böyük gücün göstəricisidir. Bütün kollektiv olaraq həm tələbələrimiz, həm heyətimiz də artıq 400 ətrafında heyətimiz var. Dövlükdə həm universitet quruculuğuna məşğuldur, həm Qarabağda gedən proseslərin önündə getməyə çalışırlar. Bu universitet olaraq əsas missiyamız həm yüksək ixtisaslı mütəxəssislər yetişdirməkdir və bu gün müstəqil olan ərazidə təmin olunmuş bir ölkənin müasir düşüncəli vətəndaşlarını yetişdirmək öhdəliyi var qarşımızda. Həm də çalışdığımız odur ki, qarşımıza qoyulan tapşırıq da ondan ibarətdir ki, hazırladığımız kadrlar həm peşəkar insanlar olsunlar, həm də milli mənəvi dəyərlərimizə bağlı olsunlar, Heydər Əliyev ideyalarına sadiq gənclər olsunlar. Elə biz də millət vəkillərimizlə bu barədə danışırdıq Şahin müəllim. Şahin müəllim, mənim üçün Qarabağ Universiteti Azərbaycan təhsilinin brendidir. Bütün dünyada, yəni bu səslənəndə ki, Qarabağ Universitetində təhsil alıram və ya Qarabağ Universitetini bitirmişəm, inşallah ki, gözəl nəticələrlə də bitirəcəklər əminəm. Yəni bu artıq nəyi deyir? Qarabağ azaddır. Yəni bu doğrudan da bu cümlənin altında yalnız bu dayanır və təbii ki, sizin uğurlarınız təkcə, yəni, misal üçün biz bir uğur əldə edəndə deyirik, bu mənim uğurumdur, bu sənin uğurundur, amma Qarabağ Universitetinin adı, oranın tələbələri və bütün müəllim heyəti, başda siz olmaqla doğrudan da sizin uğurlarınız bütün Azərbaycanın uğurlarıdır. Mən sizə yalnız və yalnız uğurlar arzu edirəm. Çox sağ olun bizə qoşulduğunuz üçün. Təşəkkür edirik bu imkana görə. Bir daha təbrik edirəm hər birinizi. Çox sağ olun, çox sağ olun.